Ve aleyküm selam ve rahmetullahi ve berekatuh. Sevgililer gününü qeyd etməyin hökmü nədir deyə sual verilmiştir. Sualın cavabına gəldikdə. Elhamdülillah vahdə. Və salatu və selamu alə mən la nəbiyyə ba'də. Amma ba'd. Değerli Müslümanlar, elhamdülillah alemlerin Rabbi Allah bizi İslamla şərəfləndirdi. Bizə özünün razı qaldığı dində olmağı məsləhət bildi. Elhamdülillah, biz Allahın dinindəyik. Değerli Müslümanlar, bəzən olur ki, insan olduğu nemətin qiymətini bilmir və elə küfür edir ki, sən demə o küfür Allah qatında çox böyük günahdır. Həqiqətən biz bəzən onu gülə-gülə, sevə-sevə həmən günahları edirik, amma fərqinə varmırıq. Değerli Müslümanlar, diqqətli olaq. Gəlin diqqətli olaq, övladlarımıza da bu cür diqqətli olmalı mövzuları gözəl şəkildə anladaq. Sevgililər günü. Sözün adı çox gözəldir. Adı gözəldir. Normal, təbii şəkildə qəbul etmək mümkündür. Amma bir baxmaq lazımdır. Bu nə sevgilidir? Bu kimdir? Bu nəyin bayramıdır? Bu kimin bayramıdır? Nə zaman yarandı? Mən inanıram ki, bu bayramı nə zaman və kim tərəfindən yaradılmasını azacıq olsa bilən bir insan əsla öz həyat yoldaşına, ömür yoldaşına və yaxud da ki, öz qızına, öz ailəsinə heç vaxt belə bir günü bayram olaraq qeyd etməyi əsla ağlının ucundan belə keçirməz. Əgər o müsəlmandırsa. Değerli Müslümanlar, biz unutmayaq ki, bu sevgililer günü deyilən bir bayram, yəni bu cahillərin, dinsiz insanların bayramı, əsli bunun dayanır qədim Romaya. Qədim Romada 14 fevral evlilik ilahəsi olan bir ilahın bayram günü idi. Daha doğrusu onun günü idi, ona məxsus gün idi. Biz də tarixdən bilirik ki, qədim Roma Yunan fəlsəfəsinə əsaslanırdı. Yunan fəlsəfəsində də, mifik fəlsəfələrində də hər bir böyük hadisənin, hər bir şeyin öz ilahı vardır. Məsələn, su ilahı, məsələn, ölüm ilahı, ticarət ilahı, səfər ilahı. İnsanlar bunun hansını görəndə gedib həmən ilahın qabağında nəzir qoyardılar. Səfərə çıxırdısa, gedərdi səfər ilahının qabağında nəzir qoyardı. Və ona söz verərdi ki, qaydanda da yanından keçəcəyəm, sənə bir şeylər gətirəcəyəm, səfərimi uğurlu et. Və ilaxır, su ilahı, yağış ilahı və hər bir şeyin özünün ayrı-ayrı ilahı var idi. Amma Allah bunların hamının mərkəz ilahı sayılırdı. Qədim Yunan fəlsəfəsinə görə. Eyni bugünkü o biri müşriklərində bu şəkildə inanmasına görə. Məsələn, övlad istəyirsən, filan ocağa gedirsən. Nə bilim, qonşu ilə konfliktin var, gedirsən filan ocağa tapşırırsan, o onun məsələsini həll edir. Heyvan süt vermir, filan kəsə dua yazdırırsan. Bu şəkildə, yəni hər kəs öz işini görür, Allah isə ümumiyyətlə bunların böyüyüdür. Bəzi ölkələrin tanınmaz prezidentləri kimi. Prezident var, ancaq ölkəni idarə edir başqaları. Sanki, nauzubillah, müşriklərin etiqadı bu şəkildə idi. Allah kiminsə yadına düşməzdi, amma ilahlar aktiv idi, daim göz qabağındaydı. Bu, qədim Yunanların mifik inancları idi. Bunlardan biri də həmin evlilik ilahəsi olan və onun da iki qanatlı balaca oğlan uşaqları şəklində heykəli olan bir ilah idi. 14 fevral həmən ilahın günü idi. 14 fevralı
qız sevənlər, qız sevən oğlanlar və yaxud da ki, oğlan sevən qızlar həmən ilahın yanına gəlib orada onunla söhbətləşərdilər. Sevdiyindən danışardılar, mənə yardım et kimi bu cür belə inancları var idi. Və həmən günün sabahsı günü isə, baxın dəyərli müsəlmanlar, bax bu yerinə çox diqqət edək. Yəni 15 fevralda isə Luperkaliya günü, Luperkaliya günü qeyd olunurdu. Baxın, bizim bu gün sevgililər günü dediyimiz gün əslində Luperkaliya günüdür. Luperkaliya günü nə deməkdir? Deməli, sevənlər gəlirdilər, ancaq oğlanlar gəlirdilər. Deməli, sevən qızlar da gəlib kilsənin bir tərəfində qalırdılar, yığılırdılar. Hamısı geyinib, keçinib, nə bilim, başına lələk keçirdib, gəlib qalıblar kilsənin bir tərəfində qızlar yığılıb, oğlanlar üçün kağızlara qızların adı yazılır. Hər qız, daha doğrusu, öz adını yazır bir parçaya, toxunma parçaya öz adını ya dəsmala öz adını yazır və bu dəsmallar yığılırdı böyük bir torbanın içinə. Və oğlanlar qarışdırıb, hərə əlini salıb bir dəsmal oradan çıxardırdı. Kimin çıxartdığı dəsmalın üstündə hansı qızın adı yazılmışdırsa, həmən qız ilə bayram günü müddəticə təqribən bir həftə çəkirdi. Bayram günü müddəticə onlar birlikdə yaşayırdılar. Yəni, İslam anlayışına görə zina edirdilər. Kim hansı adı çıxardıbsa, daha orada dələdüzlük etmirdilər. Bax, bu şəkildə o gün qeyd olunurdu. Bu, uzun illər bu belə davam edib. Roma krallarından olan ikinci Kladius buna son qoymağı söz verir. O deyir ki, mən bu gün ilə utanıram. Yəni, bizim əskərlərimiz, bizim övladlarımız bu cürə əxlaqsızlıqla evliliyə başlayırlar. Yəni, alındı. Bir həftənin ərzində, əgər tam olaraq sevdizsə bir-birinizi, sevmədisə, və salam, o gələn il yenə də yoxlayarsan. Bax, beləcə həyat davam edirdi. Deməli, ikinci Kladius buna son qoydurur. Və qadağa qoyur və deyir ki, bunu bayram olaraq qeyd edən kilsəni dağıtdıracağım. Yəni, rahibini öldürtdürəcəyəm. Olmayacaq bu şeylər. Deməli, bu şey yığışdırılır. Həmən bu günləri, qarşımızda 3-4 günə gələcək Valentin günü ki vardır. Həmən Valentin bir rahib idi. Bax, həmən Valentin bir rahib idi. O Valentin bu günlərdə oğlan və qızları gizli şəkildə kilsədə, axı kilsənin gizli otaqları da olur aşağı tərəfdə. Kilsənin gizli otaqlarında şərait düzəltdirib, hətta yeyib içməsinə qədər şərait düzəldirdi. Oğlan və qızları orada qəbul edər, onlar üçün şərait yaradardı. Sanki bunlar ibadətə gəliblər kimi kilsəyə girirdilər. Kilsəyə girdikdən sonra rahib bu günləri İrandakı bəzi dindarlar kimi insanları yönləndirirdi. Yəni, sən hansını sevirsən, göstərib və sevdiklərini götürüb gedirdilər, kilsənin içində həmən günlərini qeyd edirdilər. Rahib də özlüyündə fikirləşirdi ki, gənclər kilsənin içində hər nədir, kilsənin içində vaxtlarını keçirtsinlər. Sanki bəlkə Allah məhəbbəti də artdı. Görəsən, belə işin içində Allah yada mı düşər o şarlatanların içində? Bax, beləcə bu xəbər Kral 2. Kladiusa çatır. 2. Kladius həmən bu Valentini həbs edir və bir neçə müddətdən sonra öldürtdürür. Dor ağacına çəkdirir. Dəyərli müsəlmanlar, həmən bu Valentinin yazdığı bir məktub ortaya çıxır. Valentin öz rahib dostlarından olan Marius adlı bir başqa rahibə yazdığı məktub. Valentini unutma, mən səni sevirəm. Sözü ilə yazılmış bir söz. Valentin sən demə, özü də Marius'u sevirmiş. O da başqa bir rahibdir. Yəni, Valentinin özü mavi, gey, oğlanbaz, nə deyəksə bu oymuş. Dəyərli müsəlmanlar, indi baxın, görün,
Valentini, yəni bizə görə üzdən İraq olan, Allahın dininə görə cəzası ölüm olan, ən şərəfsiz, ən əxlaqsız bir tərbiyədə olan insanın keçirtdiyi bayram günlərini və həm də bu bayram təsadüf edir küfür, şirk gününə bir Müslüman ailəsini necə təbrik edər bu gündə? O necə deyər ki, öz sevdiyi, yəni ondan övladı olacaq, bir ömür həyatını onunla sürəcək bir qadını tərbiyəsizlərin günündə necə deyər ki, bayramın mübarək olsun? Məgər biz onlardanıqmı? Biz onlardanıqmı? Axı Allah Subhanahu taala Qur'an-ı Kərimdə buyurmuşdur ki, Maidə surəsində 51-ci ayədə: Əuzu billahi minəşşeytanirracim. Ya eyyuhellezine amanu la tattakhizul yahuda ven nasara awliya. Ey iman edenler, ey müminler, Yahudileri ve Nasranileri özünüze dost tutmayın. Ba'duhum awliya'u ba'd. Onlar birbirlerinin, yani kafirler birbirlerinin dostlarıdır. Ve men yetevellahum minkum fe innehu minhum. Kim onları severse özü de onlardandır. Allah Subhanahu taala dedi, kim onların etdiklərini severse özü de onlardandır. İbn Ömer radıyallahu anhu bu ayənin şərhi için deyir ki, kim onları severse sözü, yani kim onların doğum günləri kimi, onların bayram günü kimi, onların xoşladığı, onlara məxsus nəyisə sevərsə, bu onlardan sayılır. Bəli, bunu sahabanın təfsiridir. Və sonra İbn Ömer Resulullah sallallahu aleyhi ve sellemlə bu sözü deyir. Allahın Resulü sallallahu aleyhi ve sellem buyurmuştur. Mən təşəbbəhə bi qavmin fəhuvə minhum. Kim özünü hansı qövmə oxşadarsa, özü də onlardandır. Deməli, kimsə deyirsə ki, mən sevgililər gününü qeyd edirəm, deməli, onda bu oğlanbazlıq həvəsi olan insanlara özünü oxşatma vardır. Allah Subhanahu taala qorusun, belə insan müsəlman deyil, dindən çıxır. Subhanallah, biz özümüzü kimə bənzədirik? Biz heç həya edirikmi? Övladlarımıza bunu açıb deməyəndə, bu ta 1969-cu ilə qədər bu şəkildə davam etmişdir məlumatlar. 1969-cu ildən sonra Hristiyanlar bu məlumatı gizlətməyə başladılar. Bu məlumat o qədər gizləndi ki, gərək ən ciddi tarixi araşdırıb bunu tapasan ki, bu Valentinin gey olma xatirəsi, məktubu ki, o məktubda ki yazmışdı, mən səni sevirəm. Hristiyanlar bunu gizlədirdilər ki, çünki onlar çalışırdılar bunu bu cürə sübut eləsinlər ki, Valentin dindarlığa dəvət eləyib. Sadəcə olaraq gənclərin özləri kilsənin içində bu oyunu çıxardırdılar. Halbuki Valentin buna görə edam olunub. Yəni, hətta bugünkü ürək şəkili ki var, sevgililər bir-birinə ürək şəkili göndərmək, hətta ürək şəkili də onun ortaya gətirdiyi, o insanlara bu əlaməti göstərirdi, sevdiklərinə, ürəyi göstərirdi. Bu da ondan qalır. Hətta badam ağacı da belə. Kilsənin yanında badam ağacı açmışdı və deyirdi ki, bu sevgililər ağacıdır. Və həmən badam ağacı da o gündən bu günə Hristiyanlıqda sevgililər ağacı kimi tanınır. Bəli, dəyərli müsəlmanlar, bir şərəfsizin, bir əxlaqsızlığın etdiyi, tanıdığı bir bayramı bayram etmək heç bir müsəlmana yaraşmaz. Kim bu günə qədər olubsa da, yəni ailəsini buna görə təbrik edibsə də, inanın ki, mən tövsiyə edirəm ki, tövbə etsin Allaha ki, Allahım məni bağışla, mənim adımı onların kitabından çıxart. Allah qorusun, ölərsənsə adın onların sırasında, qiyamət günü Allahın huzuruna onlarla birlikdə qalxsan, səni Allahın əzab mələklərindən kimsə qurtara bilməz.
والعلم عند الله تعالى وآخر دعوانا أن الحمد لله رب العالمين والسلام عليكم ورحمة الله وبركاته.